Ağsaqqal, icazə ver, səni qucaqlayın bir, bağrıma basın, bir ata olaraq. Əvvəla mən bir şey deyim, gələndə mənə atam üçün pay gətirir. Süd gətirir. Nə tərbiyyələr? Ondan yumurta gətirir. Necə erkək? Sən Allah haqqını halal elə. Sən Allah onu halal elə. Mən atama o yumurtalardan göndərdim Xəsən. Mikrofonu bəs qoydun yaxud dəymə. Yox, mən halallıq alım. Atam xəstəxanadadır. Mən milyonlar sahibə olan adamlar görmüşəm. İcazə ver deyim də, vaxt gedəcək. Milyonlar sahibi olan insanlar var ətrafımızda. Milyonlarla pulu qazanıb, amma o pulu sandığa qoyub bir qohumuna, bir əqrabasına, hətta bərabər işlədiyi insanı da aldadıb, onun da pulunu götürüb gizləyən insanlar var deyə, mən onları görürəm deyə, mən sənin kimi ürəyi açıq insanları görəndə sevinirəm buna. Bax, bizim ürəyimiz var, ürəyimiz. İndi icazə ver. And olsun Allaha, bu dünyada, icazə verəndi. Bu dünyada nə yemişənsə o qalacaqdır. O pulda qismət olacaq kiməsə, o var da nə yemişən uşaqlarına yemişən, uşaqlarına razıyam mənim o qalacaqdır. Bəs nə? Allah sənin atana şəfa versin, anana rəhmət eyləsin. Anan gözəl, nurlu qadındır. Özü də onlar ömürlərini yaxşı keçirib, düzdür. Balaları rəhmətə gelib, burada hamısının olubdur da. Amma onlar yaxşı, bir-birə münasibətli yaşayıblar, bir-biri çox istəyiblər. 68 il bir yerdə Əsl kişi oldu. Arvad kimi münasibəti olan 70 ilə 2 il qalmışdı, təəssüf, neysə. İndi nəvəm buradadır. Gətir bura, gətir. Ay Rəqsanə. Rəqsanə. Eşidirsən məni? Bəli, bəli. Əvvəla sənə təşəkkür edirəm qızım. Çox sağ olun. Böyük kiçik yeri bilən, göstərməyəcəksiniz üzün. Böyük kiçik yeri bilən bir qız olaraq, babaya, ataya, nəsil nəcabətə, hörməti bildiyin üçün sənə təşəkkür edirəm. Çox sağ ol. Baban sənin həyat yoldaşından barışmağını istəyirdi. Buyur, fikrini denən. Xoş qadam xanım, mən əvvəla studiyada əyləşənləri də birbaşa salamlayıram. Sizə də, babama da hörmətimdən dolayı gəldim bura. Biz babamızı çox sevirik. Amma yəni bu məsələ ilə bağlı mənim fikrim qətidir. Bu barışıq olmayacaq. Sizə də minnətdarlığımı bildirirəm, mənə qulaq asdığınız üçün, məni anladığınız üçün. Yəni təşəkkür edirəm sizə. Çox sağ ol qızım. Ay Rəqsanə, mən elə qoy cəmaatı eşitsin, qadın alım. Bax, səni orada Sadiq döymüydü. Qaynatan, qaynanan neçə dəfə gəlibdi. Burada qapınıza çıxıb, sana dizin sürünüb ki, qızım, oğlumda səhvlik edibsə, mən üzr istəyirəm səndən. Qaynanan deyim, mən üzr istəyirəm. Həyat yoldaşın dizin sana sürünüb ki, getmişdi ora, bir dəfə oğlum apardı. Həyat yoldaşının normaldır, səhhəti, sağlığı. Oraya getmişik. Yəni bu qız atasız qız olub, ana böyüdüb bunu. Atasız və məndəyəm, onun keçonları toxudan. Yəni o atasız bir dəfə yıxılıb bu qız, bir dəfə dərd çəkib. İndi ər evində dərd çəkməli deyil, ağsaqqal. O qız, yəni yaxşı bir ailəyə mi gedib? Yaxşı öz qohumlarımızda, Allah qand olsun Allaha. O oğlanda nəsə elə bil bundan sözləri kəfləşibdi gələndə burada. O Oğuzda yaşayırlar, gəlmişdi Səlyana toya. Sən bilirsən də sənin nəvən o oğlanı istəyib getməyib, onu məcbur qaçıb. Məcbur qaçıb, sənə dedim də. Qoy sənin oğlun təhsil alsın. İndi get istəyirsən gör. Mən də sana dedim ki, elə bil ki, onun 6 ay qalıb da oxumağa, ona kömək eləyəcək. Yox, 6 ayına da kömək eləyəcək. Rəqsanə istəsə, hətta onu belə beynəlxalq təhsil mərkəzinin vasitəsilə də təhsilinə də kömək eləyəcəm. Çünki birinci o sənin kimi kişinin nəvəsidir. Bura sən gəlmisən. İkinci o qızın o böyüyə hörməti, onun o tərbiyəsi və əxlaqına görə mən ona dəstək verəcəm. Çox sağ ol. Rəqsanə,
Qazanalım, qazan dəriyə dəksin. Mən elə həmişə deyirəm, sənə də o bir, hələ bir qızı da yenə burada oxuyur Bakıda. Ayda 150 manat elə onun hər ay pulunu keçirirəm. Halal Ayrı olsun sənə. ərabələr. Sizin kimi babaya eşq olsun. Bax gedəndə ayrıq sənə, ikili orada sən gəlin olmusan. Sən onun o atasına dədə deyirdin, anasına ana deyirdin. Bəs yaxşı, kim girdi Qızım, araya? onlardan səninki narazılığın yoxdur. Sən Sadiqlə indi bir balaca şeyin üstündə sporlaşmaqla sənin balan yetim qalmalıdır. Sənin axı atan rəhmətə gedib. O balanı niyə atasız qoydusan qadan alım? Burada nə var? Gəl mən sən bu dədənin sözünə bax qızım. Bütün xalq baxır, Azərbaycan xalqı baxır bizə. Gəl mənim sözümə bax, ırazlaş qızım, onlar Gəl da belə eləyək. gəlsin. Mən təklif eləyirəm ki, barışmırsa gəl Rəqsanəni gətirək, o ata mülkü var o oğlanın. O yaraşıqlı oğlunun. Elə o ata mülkünün, oğlu deyəndə bu həm də onun qızıdır. Oğlu deyəndə o onun oğludur, bu da qızındır. Aparaq qızı qoyaq ora, otursun ata mülkündə, sən də baba kimi bax. Yox, elə ata mülkü bunlarındır da. Hə də ata mülkü getsin ora, Rəqsanə balasını da götürsün. Hə də mən də deyirəm ki, o da bizdədir, oğlu əskər gelir, bir-iki aydan hə də sonra əskər getsin, gelir. Rəqsanə də gedib otursun atasının Nə evində. məsləhət edir, valla Bəli. mən orada... Rəqsanə, mən istəyirəm sən Mən gedib orada- ata mülkündə oturasan. Valla and olsun Allaha. Çox sağ olun. Mən xoş heç gəlmisiniz. onu oradan deyirəm gəlməyin. Bunlar mənim Yox, yox, canım yox, gəlməyin söhbət yox. Rəqsanə atasının evində gedib otursun, yaşasın. Otursun mən qoymuram, otursun. Hə, yox. Mən deyirəm ki, bunun evi dağılmasın. Hə, yox. Bunun adına niyə söz çıxmalıdır? Heç kəs o əxlaqlı qızdır. Onun Bilirəm adına söz əxlaqlı çıxmayacaq. qızdır. Səhər O sənin qanındandır. Onun adına söz Bilim maşına çıxmayacaq. minəndə Allah haqqı, geyəklə falan kəsin maşınına mı deyib? O, mən o qızı bir şey deyim. Mən o qızı gördüm, o nə kiminsə maşınına minəndi. Həyat yoldaşı Yox, bu kiminsə nə maşınına minəndi. O qız Yox əxlaqlı da, bir qız. hepsi Bir var, get hepsi yanına, var. sən git. Sən git yanına. Deyə, get. Apar xanım, yardım et. Ala, Vallahi nə deyim, mən istəyirəm də barışsınlar. Mən istəyirəm, amma indi o qız istəmirsə, biz onu məcbur eləyə bilərik. Biz məcbur eləyə bilərik onu. Eləyə bilmərik. Nə də ay Azər doktor, hamının burnunu 1000 manatdan əməliyyat eləyirsən, hamı da bir-birini oxşuyur, amma qəşəng burunlar yaradırsan, əksən. Özü indi də yaxşı bir 1000 manatlıqdır, aksiya əladır. Sizdə var mı? Bir dənə. Garip garip ağlar Mikrofon. gönül araya Mikrofon. hasretlik girdi hazin bir- hazin Qoy o ağlar ikili ekranda qalsın yəni. dertli dertli ağlar gönül garip garip Keçin studiyaya. ağlar Valla istəmirsə zorla barışıq olar. Olar Sehran bəy. Çətin, çox çətin. Qız Olar, yaxşı olar. Baxır hansı hallarda. Baxır hansı hallarda zorla da olsa olur. Necə? O babaya eşq olsun. O 70 neçə yaşı var dediği. Neçə yaşı var? 70 neçə yaşı var? Aha. 77. Halal olsun bir ayağı qəbirdədir, amma kişi o nəvəndə anlar. Sən Eşq olsun. artıq bir günə Eşq ekspert olsun. ol.